Hədəflərim var, amma nə eləyəcəyimi bilmirəm. Hətta ümumiyyətlə bir hədəf üçün nələr edilə biləcəyinə dair də bir fikrim yoxdur və ya dəfələrlə planlayıram, addımlar atıram, amma bir türlü gedib istədiyim yerə çata bilmirəm. Görəsən niyə? Əslində hədəf nə qədər zehninizdə naməlumdursa, o qədər problem yaşayırsınız. Bu gün bu videoda tam detallı bunun netləşmə prosesini danışacağıq. Gündə bir yerdən eşidirəm ki, arzularımın reallaşması üçün arzularımı daha net yazmalıyam, konkret olaraq yazmalıyam, hansı maşını istəyirəm, hansı model və onu gündə neçə dəfə yazmalıyam kimi müzakirələrdə ilişib qaldığınız ola bilir bəzən və bu müzakirələr elə beyninizin içində gedən söhbətlər olmuş ola bilər. Şimdi gəl biz ən birinci ümumiyyətlə baxaq görək, arzu ilə hədəfi seçə bilirsənmi və sən bunlar arasındakı fərqdən həyatında necə istifadə edirsən? Arzu bir daxili atəşdir, hansı ki sən onu arzuluyursan, istəyirsən. Fəqət bunun içində heç bir plan, proqram, strategiya yoxdur. Çünki bu plan, proqram, strategiya arzunun yox, hədəfin parçalarıdır. Və biz hədəfə keçmədən öncə mən istəyirəm ki, biz ən birinci baxaq məhz bu arzun real olaraq, təbii olaraq sənindirmi? Türklər bunu çox gözəl adlandırır. Otantikdirmi? Mən bu sözü çox sevirəm. Və indi baxaq görək sənin də arzun otantikdirmi? Ümumiyyətlə bu nə qədər sənin arzundur? Bu səni nə qədər gerçək səni ifadə eləyir? Bu arzu yerinə yetsə səndə hansı dəyişikliklər olacaq? Sən bu arzuya nə qədər hazırsan? Birinci o hədəflədiyin şeyin altında bir arzu varmı? Ona baxmaq lazımdır və həmin arzunun nə qədər sən olduğuna. Bunlara baxdıqdan sonra proses biraz rahatlaşacaq. Bilirsən niyə? Çünki bəzi hədəflər ümumiyyətlə sənin deyil. Ola bilər ki, sən tamamilə başqa bir şey istəyirsən, amma həyat səni başqa bir yerə aparır. Çünki sən orada özünün gəminin rolu, onun ismi nə idi? Unutdum. Nəysə onu döndərmə bacarığından istifadə eləmirsən. Bəli, gəmi var, bəli, gəmi ağırdır, bəli, sən dənizdəsən, bəli, orada külək var, bəli, kənar faktorlar var. Fəqət orada rol var və sən kapitansan və sən onu çevirə bilərsən. Onu çevirməyi seçmirsənsə, bu sənin dərdin, sənin problemin, sənin məsələndir. Şimdi gəl buna baxaq. Ümumiyyətlə arzum nə qədər mənimdir? Mən özümü nə qədər tanıyıram? Bəzən deyirlər ki, niyə hər kəsdə bütün məsələləri özə aparırsınız? Niyə daim olaraq öz? Çünki hər şeyin kökü özdür. Mən uzun müddət fərqli texnikalar yoxladım da. Məsələn, şuuraltı dəyişiklik, mistik dəyişikliklər, zihinsel dönüşüm çalışmaları, hamısı bir yerə qədər idi. Amma bir yerdə gəlib mənim başım sanki tavana dəyirdi. Buranı çıxmaq olmurdu. Həmin o buranın adı özümdən qopuqluq idi. Nə qədər özümdən qopuqamsa, o qədər bilmirdim ki, mən nə istəyirəm. Və o qədər istəklərə gedən yolda ayağım büdrüyürdü. Ona görə yox ki, istəklər pisdir və ya mən pisəm. Ona görə ki, mən nə istədiyimi bilmirəm. Və indi bunun vaxtıdır. Mən nə istədiyimi bilirəm və çatıram. Hətta dönüb həyatımdakı o böyük, toplum üçün böyük uğurlara dönüb baxıram ki, onların çox az bir hissəsi mənim arzularım idi. Və bu demək deyil, mənə kimsə demişdi ki, sən get bunu elə. Sadəcə mənim beynim belə proqramlanmışdı. Bir şey gəldisə, sən onu eləməlisən. Və bu manyakca bir hərəkətlilik idi. Buna ehtiyac yox imiş. Hətta sənə bir şey deyim. Əgər hədəflərini daha net işləmək və strategiya belirləmək istəyirsənsə, bunun üçün hədəf çalışması deyə bir xidmət var və təbii ki də workshopda biz onu işləyəcəyik. Workshop tamamen ödənişsizdir. 1, 2, 3 iyul workshopda görüşürük. Yəqin ki, workshopun ikinci gününü biz hədəflərə ayırarıq. Mən sənə çox tövsiyə edirəm həmin workshopa qatılmağı. İnşallah workshopdan sonra minnoş olaram, kayıt eləyərəm. Onu da komanda editləyər, yükləyər, siz də baxarsınız. Və indi əgər arzu ilə hədəfi artıq seçməyi tutdunsa, gəl biz biraz baxaq görək, hədəfləri necə ayırd eləyəcəyik? Hansı hədəflərin məqsədləri nələrdir? Amaç deyək də, bəli, hədəfin məqsədi. Mən bu hədəfi niyə istəyirəm? Və əgər sən konkret strategiyalar qurursansa, hər şey yaxşı eləyirsənsə, amma alınmırsa, bax bəzən mənə gəlib deyirlər ki, məndə filan şey alınmır, çünki mənim şuuraltı blokajım var.
Ola bilər. Əgər sən hər şeyi eləmisənsə və alınmayıbsa, bir də var ki, sən səhv strategiya işlədirsən, sən investisiya eləmirsən, yaxşı olmaq üçün davam eləmirsən və gelişmirsən, inkişaf eləmirsən və deyirsən ki, nəsə blokaj var. No, sən prosta səhv eləyirsən. Okay? Bu kadar. Yəni yanlış yolda yürüyorsun. Geri dön. Şimdi olay nədir? Bəs sənin nə etmən gərəkir? O strategiya bölümünü tamamladınsa, əgər orada hər şey yaxşıdırsa, ki bu strategiyalarla bağlı da workshopda danışacağam. Strategiyalarda hər şey okeydirsə, fəqət bir şeylər tıxanırsan ki, bir şeylər alınmır gibi bir kafalara girmisənsə, bu sualı özünə ver. Mən bu hədəfi niyə istəyirəm? Bu hədəfin altında bir amac varmı? Bir məqsəd varmı? Məqsədsiz mən hara qədər gedə bilərəm ki, heç yerə qədər. That's why özümüzdən birinci soruşmalıyıq ki, mən bu məqsədi niyə təyin eləmişəm? Və bu təyin etdiyim məqsəd məni hara aparır? Bu məqsədin, bu hədəfin məndən başqa kimlərə necə faydası, qatqısı və zərəri var? Və ya mən buna çatsam, nələr pis olar? Kimlər məni sevməz? Kimlər məni silər? Kimlər məndən qopar? Okay? Qorxularını da görməlisən. Və bütün bunları gördükcə hədəfin daha da rahatlaşacaq. Ola bilər ki, hal-hazırda sən gözləyirdin, mən burada sənə deyəcəm ki, hədəfə çatmaq üçün bunu elə. No, YouTube belə kontentlə doludur. Və çox qəşəng, çox keyfiyyətli bilgilər, informasiyalar var, hətta Azərbaycan dilində. Mənsə qatqı oluram, okeymi? Yəni, eyni şeydən 3 dənəyə ehtiyac yoxdur. Başqa bir tərəfdən də buradan baxaq. Sən başqa bir videoda ola bilər ki, hədəflərin konkret necə olduğunu görəsən, ola bilər başqa bir videoda özünü hədəflərə kodlama texnikası görəsən, ola bilər ki, başqa birində hədəfləri sürətləndirən bir şeylər görəsən. No, burada sənə hədəfləri biraz qurcalamaq üçün olan bir videodur. Mən istəyirəm sən bugün biraz qurcalayasan. Bu hədəfi mən niyə istəyirəm? Bu arada səni səmimi qəlbdən təbrik edirəm. Əgər bu videoya bura qədər baxa bilmisənsə, digər videolarımı izləmisənsə və faydalanmısansa. Çünki hələ də dünyanın bəzi yerlərində bəzi insanlar tək problemlərinin pul olduğunu və pulları olmadığı üçün yaşamda bir şeylər edə bilmədiklərini zənn eləyib dururlar. Və bu zənn içində özlərini boğurlar. Sonra deyirlər ki, 5-10 il əvvəl filan kəs mənə kömək eləsəydi və mən kəs bunu eləməsəydi, ərim qoysaydı, bla şeylər olsaydı, mən də uğurlu olardım. No, bu belə deyil. Və mən səni təbrik edirəm seçimlərindən ötürü. Yox, əgər səhifəyə bu video ilə gəlmisənsə və yenisənsə, daxil olub digərlərini izləməkdən çəkinmə və mütləq Telegram kanalımıza gəl. Telegram kanalımız tamamilə ödənişsiz və çox faydalıdır. Bəzən orada ağlasılmaz dəyərdə bilgilər paylaşılır. Bəzən orada sekretlər olur və mən sənə çox tövsiyə edirəm ora gəlməyi. Yeri gəlmişkən hədəflərinlə bağlı və onlara çatmaqla bağlı mənimlə birə-bir mentorluq proqramında da işləyə bilərsən. Sadəcə məsələ sənin bunu nə qədər istədiyin, nə qədər hazır olduğundur. Və çox tövsiyə edirəm, birinci hədəflər workshopunu izlə, onu işlə, sonra qərar ver. Səni çox sevirəm. Özünə çox yaxşı bax. Nətər idi? Like eləməyi və abunə olmağı unutmuruq. Şərh yazmağı yadımızdan çıxartmırıq, çünki şərhləriniz mənə çox motivasiya verir və hər birinizə aktivliyiniz üçün çox təşəkkür edirəm. Özünüzə çox yaxşı baxın. Hələlik.